Bir nəfər bir kənddən başqa bir kəndə qardaşını ziyarət etməyə gedir. Hamınız bu məclisə niyə gəlmisiniz? Çay içməyə. Onu evdə də içə bilərsiniz. Daha gözəl şirniyyatla. Amma bura gəlməkdə məqsədiniz nədir? Qardaşlarınızı sevdiyinizə görə, onlarla bir yerdə olmaq üçün, Allah'a yada salmaq üçün gəlmisiniz ki, Allah da sizi sevsin. Bu adam da qardaşını Allah rızası üçün ziyarət etməyə gedir. Allah Taala onun yolunun üstünə bir mələk göndərir. Mələk gəlir onun qarşısına çıxır, insan qiyafəsində, deyir, hara gedirsən? Falan yerə. Niyə? Ondan alacağım var, yoxsa ona verəcəyim var? Deyir, yox. Nə alacağım var, nə verəcəyim? Mən onu Allah rızası üçün sevirəm. Onu görmək istəyirəm ki, o sevgi biraz da artsın. İmanıma təsir eləsin. Əminliklə deyirəm, qardaşlar, buradan çıxanda hamınız nə cür imanla çıxırsınız? Bu, həmin o hədisin nəticəsidir. Allah sevdiyinin imanını artırır. Mələk də ona cavabında nə deyir? Sən qardaşını sevdiyin kimi Allah da səni sevir. Bu qaydanı bilən alimlər ki var, ha, bu qaydanı bilən alimlər. Onlar bir dənə şey fikirləşir. Qarşımdakı mömin qardaşımdır. Mənə arxa çevirsə də, salamma almasa da, üz-gözünü turşutsa da, qəlbində nifrət etsə də, orada-burada qeybətimi eləsə də, eybi yox. Mən onun üzünə gülüm, salamımı verim, onu Allah rızası üçün sevim. Niyə? O məni sevsin. Onun sevgisi mənə lazım deyil. Subhanallah, bu qardaşlıq bağını möhkəmləndirmək üçün görün necə möhtəşəm hədisdir. Hər kəsin əqidəsi belə olsa, fikirləşsə ki, qarşımdakı kim olur olsun. 73 yerə bölünüb, amma hamısı ümmətdəndir axı. Hamısı ümmətdəndir. Peyğəmbər s.ə.v deyir, mənim ümmətim ümmətdəndirsə müsəlmandır. Müsəlmandırsa sən ona salam verməlisən. Onu sevməlisən. Yanlış əməli var, bəli. Təkliyə çək, başa sal, düzəlt, bacarırsansa. Yoxsa çıxıb efirdə özünü göstərmə. Düşməni onu sevindirmə.